Xoş gördük müəllimlər və abituriyentlər sizləri. Mən Kurikum və Tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə Avropada şərq və qərb feodalizmindən danışacağıq. Təbii ki, şərq feodalizmi deyəndə Avropa nəzərdə tutulmur, şərqdəki xalqlar nəzərdə tutulur. Avropa feodalizmi deyəndə Avropada yaşayan xalqlar nəzərdə tutulur. Gəlin ilk öncə başlayaq nədən? İlk öncə başlayaq feodal münasibətlərin meydana gəlməsindən. Əslən, feodal münasibətlər deyəndə nə başa düşürük? Feodalizmin ilk əlamətləri artıq quldarlıq quruluşu olan dövrdə belə meydana gəlməyə başlamışdı. Təbii ki, ilk dəfə şərqdə elə feodalizm harada meydana gəldi? Çində Sarsarıqlar üsyanından sonra. Nə vaxtı 184-də üstünə 20 gələndə 20 il davam elədi. Ondan sonra şərqdə feodalizm artıq yaranmağa başladı. Daha sonra isə qərbdə olubdu. Əsasən feodalizm deyəndə nə başa düşür? Niyə buna feodalizm deyirik? Təbii ki, hərbi qulluq müqabilində bəzi torpaqlar verirdilər. Məsələn, feodallara həmin torpaq feod adlanırdı. Feodun sahibi feodal. Quruluşu isə biz feodalizm quruluşu adlandırmağa başladıq. Elə ona görə də bu necə adlanırdı, necə quruluşu adlanırdı? Feodalizm quruluşu adlanır. Əslən, feodalizm quruluşu Avropada və şərqdə, qərbdə fərqlənirdi. Gəlin ilk öncə başlayaq şərq feodalizmdən. Şərq feodalizm deyəndə nə başa düşürük? Şərqdə feodalizm münasibətləri əsasən cəmiyyətin əsas istehsalçı qüvvələri var idi. Əsas istehsalçı qüvvələr kimlər hesab olunur? Azad kəndlilər hesab olunur. Və azad kəndlilər biz başa düşdük ki, suvarma sistemləri, əkinə yararlı torpaqlar dövlətə məxsus olduğundan həmin bu quruluş dövlət feodalizmi adlanır. Deməli, dövlət feodalizmi harada mövcud oldu? Şərqdə mövcud oldu. Əsasən bu halda isə kəndlərin əksəriyyəti vergini kimə verməlidirlər? Təbii ki, dövlətə verməlidirlər. Quldarlığın bəzi belə deyim, qalıqları hələ də qorunub saxlanırdı. Şərqdə tayfa münasibətləri hələ də qorunduğundan burada yaranan dövlətlər coğrafi məkanla deyil, sülalə adlarından bağlıdır və bəzi dövlətlər var ki, bundan sonra da davam edəcəyik. Təbii ki, YouTube kanalımızda izləmədə olun. İlk öncə feodal torpaq sahibliyinin şərqdə iki forması var idi. Bir irsi idi, bir də şərti idi. Bunu yadımızda saxlayaq. Əsasən irsi kimlərin torpaqları hesab olunurdu? Hərbi xidmət müqabilində köhnə quldarların torpaqları hesab olunur ki, onlara verilmişdi. İrsən də nəsildən nəslə keçirdi. Daha sonra isə şərti torpaq sahiblərinin isə feodu qulluq müqabilində dövlətdən almışdı. Bu şərtlə idi. Qulluq müddəti başa çatdıqdan sonra həmin torpaqlar geri qaytarıb alınırdı. Və onların bu torpaqları necə? Şərt deyirsiniz. Məsələn, şərt necə olmalıdır? Bu torpaqları satmaq, bağışlamaq, kiməsə verməyə hüquqları belə yox idi. Suvarma sistemləri böyük xərc tələb etdiyindən həmin feodalların şəxsi torpaqları yox idi. Onlar gəlir əldə etmək üçün təbii ki, nə etməli idilər? Xüsusi mülkiyyətində olan, belə deyim, istərsə də qulluq qarşılığında aldığı torpaqları hətta icarəyə verə bilərdilər. Bunu yadımızda saxladıq. Daha sonra isə keçdik qərb feodalizmə. Qərb feodalizmi deyəndə nə başa düşürük? Əsasən qərbdə olan proseslərdən danışacağıq sizlə. Qərb feodalizmində feodal münasibətlərin yaranması nədən asılı oldu? Hansı amillərdən asılı oldu? Təbii ki, Roma imperiyası parçalandı. Hansı imperiya? Qərbi Roma imperiyası. Eramızın 476-cı ildə. Və xristianlıq dininin yayılması, bir də qonşu xalqların hücumları artıq qərbdə feodalizmin yaranmasını daha da sürətləndirdi. Və qərbi Roma torpaqlarında yaşayan xalqlar isə həmin torpaqlarda kiçik-kiçik dövlətlər yaratmağa başladı və sonra həmin dövlətlər də imperiyaya çevirdilər. Və ələ keçirdikləri torpaq sahələrini kəndlilərlə birlikdə feodala verirdilər. Kimlər? Kəndlilərlə birlikdə feodala verirdilər. Və onlar da həmin torpaqlarda irsən keçirdi. Getdikcə bu ərazilər genişlənməyə başladı. Mən getmişəm, torpaq tutmuşam, həmin ərazini, belə deyim də, öz yaxın adamıma verirəm. O da təbii ki, sədaqət andı içir. Bunu yadımızda saxlayırıq. Və nəticədə feodal nərdivanı adlanır. Çünki o həmin torpağı verdiyim adam məndən asılı vəziyyətinə gəlir. Düzdürmü? Ona görə də bu sistem feodal nərdivanı adlanır. Və Avropada bir də yadımızda saxlayaq ki, malikanə sistemi var idi. Nə idi malikanə? Öz-özünü idarə edən bir sistemi hesab olunur bu malikanə sistemi. Və həmin, belə deyim də, ağanın müəyyən olunmuş torpağında və yaxud da təsərrüfatında, evində kəndli gedib işləyirdi. Hətta qadınlar belə işləyirdi. Uşaqları balaca vaxtından ev işlərinə, belə deyim, cəlb olunurdu. Bu sistem isə malikanə sistemi adlanır. Bu öz-özünü təmin edən bir sistemdir. Gəlin ilk öncə feodal nərdivanına baxaq. Feodal nərdivanın başında birinci kral duracaq. İkinci hersoq qrafdır. Üçüncü barondur.
4-cü cəngavərdir. Hansıdır? Birinci kral, hersoq qraf, daha sonra baron və cəngavərlər. Bu sistemi gəlin belə izah eləyək. Birinci kral durdu, ikinci hersoq qrafdır. Düzdürmü? Bu yuxarıda duranlar həmişə aşağıda duranların senioru hesab olunur. Məsələn, baronun seniorunda burada kim olur? Hersoq qraf. Və kralın senioru yoxdur. Bunu yadımızda saxlayırıq. Bir də vassallı var. Vassal kimə deyirlər? Kralın vassalı kim olacaq? Hersoq qraflar. Hersoq qrafın vassalı kim olacaq? Baron. Bir pillə aşağılar, vassal bir pillə yuxarılar. Kim adlanır isə? Senior adlanır. Bu hissəni yadımızda saxlayırıq. Yəni ona görə də buna feodal nərdivan deyirik. Ancaq belə bir sistem var ki, burada belə bir cümlə var. Vassalımın vassalı mənim vassalım deyildir. Yəni kralın vassalı baron ola bilməz. Baron göstərişi hersoq qrafa verir. Hersoq qraf da növbəti göstərişi isə barona verir. Bunu yadımızda saxlayaq. Yəni vassalımın vassalı mənim vassalım deyildir. Bu cümləni mütləq yadımızda saxladıq. Daha sonra isə senior sədaqət andı içərkən 6 qaydanı yadda saxlamalıdır. Məsələn, seniorun bədən xəsarəti yetirə biləcək hərəkət etməməlidir həmin kəndli. Daha sonra onun sirlərini verməməli, qallarının təhlükəsizliyinə xələl gətirməməlidir. Məhkəmədə seniorun hüquqlarına zərər vuran addım atmamalıdır, malikanəsinə ziyan vurmamalıdır. Daha sonra asanlıqla nail ola biləcəyi şeylərə mane olmalıdır seniorun. Mümkün olanı çətinliyə çevirməməlidir və müsbət işlərin hamısı bunların üstünə yüklənir. Daha sonra get-gedə feodal pərakəndəlik ticarət əlaqələrinin zəifləməsinə səbəb olur. Artıq sənətkarlar neyəcək? Hazırladıqları məhsulları qırağa çıxarmaq üçün, yəni bazara çıxarmaq üçün deyil, yaşadığı mövqedə əhalinin tələbatı üçün ödəyəcəkdir. Yəni bazara çıxmayan məhsullar adlanır. Burada nə natural təsərrüfat yaranmağa başlayacaqdır. Bunu yadımızda saxladıq. Feodalizmin ilkin mərhələsində kəndlilər Avropada 2 yerə bölünür. Hansı kəndlər hesab olunur? Bunlar azad və təhkimli kəndlərinə bölünürlər. Azad bildiyimiz kimi azaddır. Təhkimli kimlərə deyilir? Təhkimli kəndlilərə əsasən feodalın yanından çıxıb getmək, hətta onun icazəsi olmadan evlənmə hüququ yox idi. Bunu yadımızda saxlayırıq. Bəzi Avropa kəndləri və ölkələrində təhkimli kənddə hətta qul kimi alınıb satıla bilərdi. Necə? Qul kimi alınıb satıla bilərdi. Feodal münasibətlər inkişaf etdikcə isə azad kəndlər təhkimli halına çevrilir. Çünki borca düşür, avtomatik olaraq təhkimli halına çevrilməlidir. Daha sonra feodal kəndli münasibətlərinə gələcəyik. Feodal kəndli münasibətlərində ilk öncə biyarı yadda saxlayırıq. Əsas istismar formalarından biri də biyardır. Biyar nədir? Məsələn, ilin müəyyən günlərində əvvəlcədən müəyyən edilmiş günlər olur da təbii ki. Bu 3 gün ərzində baş verir. 3 günü elə bir kəndli gedib ağanın evində işləməlidir, pulsuz. Necə olacaq bu? Pulsuz. Gedib kəndli ağanın yerində işləməlidir. Öz heyvanlarla birlikdə. Gedir işləyir. Bu adlanır nə? Biyar adlanır. İldə 3 gün baş verir. Və daha sonra isə digər istismar formalarından biri isə məhsul vergisidir və yaxud da töycü vergisi də deyirik biz buna. Necə deyirik? Töycü də adlanır. Məhsul töycüsü də adlanır. Daha sonra kəndli məhsulun bir hissəsini feodala verir, bir hissəsini dövlət ödəməlidir. Ya feodala, ya da dövlətə ödəməlidir. Bu hissəni də yadımızda saxladıq və feodalizm dağılması ərəfəsində məhsul vergisi pulla əvəz olunmağa başlayır və artıq sistem dəyişəcəkdir. Nə ilə? Deməli, məhsul vergisi pulla əvəz olunmağa başlayacaqdır və vergiləri artıq bəzən istehsal olunan vergiləri məhsulla deyil, pulla almağa başlayacaqlar. Feodalizm dövründə artıq şərqlə qərbin verdiyi vergilərdə elə çox arasında fərq yox idi. Məsələn, dini idarələrə vergilər verirdilər. Hansı dini idarələrə verilən vergilər? Onda bir vergi adlanırdı. Bunu yadımızda saxlayırıq. Feodalizm inkişaf mərhələsində əsasən bəzi xalqlar var ki, artıq ibtidaizmə quruluşundan birbaşa feodalizmə keçibdir. Yəni quldarlığı yaşamayıbdır. Həmin xalqlar hansılardır? Bunları yadımızda saxlayırıq. Ərəb, türk, Alman, Monqollar. 4 dənədir. Hansılardır? Ərəb, türk, Alman, Monqollar, bəzən Yaponlar da yadımızda saxlayır. Yaponlar da bu sıraya aiddir. Və ibtidaizmə quruluşundan birbaşa nəyə keçdilər bunlar? Feodalizmə keçdilər. Bunun əsas səbəbi isə həmin xalqların qalibiyyətli müharibələr nəticəsində geniş ərazilərdə dövlətlər yaratması idi. Bunu yadımızda saxladıq. Və feodalizm quruluşunda artıq orta əsrlərin inkişaf səviyyəsinə görə biz 3
3 yerə bölürük. Hansı hissələrdir? Yadımızda saxlayırıq. 1. Erkən feodalizm. Sonra klassik feodalizm və yaxud da inkişaf etmiş feodalizm də deyə bilərik. Üçüncüsü isə son feodalizm. Şərqdə və qərbdə fərqlənir. Bunu yadımızda saxlayaq. Şərqdə feodalizm, erkən feodalizm neçənci əsrləri əhatə edir? 3-11-ci əsrləri. Avropada isə 5-11. 3-11-ci əsrlər şərqdə dedik, Çində feodalizm yarandı da, daha sonra yayılmağa başladı. Avropada isə qədim Roma imperiyasının süqutu ilə, yəni Qərbi Roma imperiyasının süqutu 476-dan götürürük. 5-11-ci əsrləri. Gəldik klassik feodalizm və yaxud da inkişaf etmiş feodalizm deyə bilərik. Bu həm qərblə, həm də şərqdə eynidir. 11-15-ci əsrlər. Ancaq son feodalizm dövründə fərqlənir. Avropada 16-17-ci əsrləri əhatə edir. Neçənci əsrlər? 16-17-ci əsrləri əhatə edir. Niyə? Çünki 17-ci əsrdə İngiltərədə burjuiya inqilabının başlaması ilə artıq kapitalizmin əsası qoyulur. 17-ci əsrin ikinci yarısından. Şərqdə isə dedik ki, şərqdə 16-19-cu əsrlər, məsələn, Azərbaycanda misal gətirə bilərik, 1870 islahatından sonra artıq kapitalizm inkişaf etməyə başlayır. Bu hadisələri yadımızda saxladıq. Belə dərslərimizin izahını YouTube kanalımızda görmək istəyirsinizsə də, təbii ki, YouTube kanalımıza abunə olub, bu linkləri paylaşmanız xahiş olunur. İnşallah ki, gələcək dərslərimizdə daha maraqlı, daha belə deyim də, cəlbedici dərslər paylaşacağız. Çünki bu dərslər biraz adamı yorur, fikrini daha çox cəmləməyə, belə deyim, sövq eləmir. İnşallah ki, gələcək dərsimizdə, məsələn, göy türklərdən və türk tayfalarından bəhs edəcəyik. O, daha çox, belə deyim də, bizim marağımıza cəlb olacaqdır. Çox sağ olun izlədiyiniz üçün. İnşallah ki, abunə olmağı unutmayın.